9-cu sualda kələm bitkisinin çiçək qrupunda olan çiçəklərdə strukturların cəmi 136 ədəddir. Əgər bu çiçəklərdə rüşem kisələrinin cəmi 6 ədəd olarsa, çiçək qrupundan əmələ gələn toxumlarda cəmi neçə ləpə yarpağı olar? Kələmin çiçəyi hansı hissələrdən ibarətdir? Buna baxaq. 4 kasa yarpağı var, 4 ləçəyi var, 6 erkəkciyi və 1 dişiciyi var. Biz bunu çiçək düsturu olaraq da yazırıq. Çiçəklərin əlavə olaraq saplağı və bir ədəd də çiçək yatağı var. Bu strukturlar birlikdə 17 edir. Biz 136-nı 17-yə bölərək çiçək sayını hesablayırıq ki, 8 çiçək edir. Hər çiçəyin də 6 rüşem kisəsi var. Rüşem kisələrinin sayı toxumun sayına bərabər olur. Yəni 48 rüşem kisəsi varsa, 48 dənə də toxum var deməkdir. Kələm xaç çiçəklər fəsiləsinə aiddir. Yəni 2 ləpəli bitkidir və 2 ləpəlilərin də nümayəndələrində bildiyimiz kimi xaç çiçəklərdir, gül çiçəklərdir, mürəkkəb çiçəkli, paxlallar və badımcan çiçəklər. Hamısında 2 dənə ləpə yarpağı olacaq. Biz 48 toxumu 2 ləpə yarpağına vuraraq hesablayarıq ki, 96. 96 A variantı. 10-cu sualda qeyri-tam çiçəklər. Qeyri-tam çiçəklər, məsəl üçün, söydün, qovağın çiçəyini biz bura misal göstərirdik. Sadə çiçək yanlığı, sadə çiçək yanlığı taxıllarda, zambaqlarda olurdu. Küləklə tozlana bilmir, elə küləklə tozlanırlar. Çiçək yanlığı olmayan, bəli, tərifi budur. Əgər çiçək yanlığı, yəni kasa yarpağı ləçəyi yoxdursa, biz onları qeyri-tam çiçək adlandırırıq. 11-ci sualdayıq. İfadələrdən hansının bitkilərin hamısına aid etmək olar? Baxaq, aktiv hərəkətli erkək qametlər, çılpaq toxumlar və örtülü toxumlarda spermidir. Yəni, erkək qametlər hərəkətsizdir. Bunu götürə bilmərik. Diploid xromosom dəstli vegetativ orqanlara malik olmaq. Yenə mamırlardakı qutucuqlar, onların vegetativ orqanları haploid xromosom dəstinə malikdir. Gövdəsi də, yarpağı da endir. Mayalanmada 2 ədəd hüceyrə iştirak edir. Bəli. Yumurta hüceyrə və spermatozoid mamır və qıcılarda, yumurta hüceyrə ilə spermi isə şam bitkisində, yəni çılpaq toxumlarda. Amma yenə də bu 2 ədəd etdi. Bir erkək, bir dişi qamet. Üstün qeyri-cinsi nəslə malikdirlər. Bu qeyri-cinsi nəslin üstün olması mamırlara aid xüsusiyyət deyil. Mamırlarda cinsi nəsil üstündür və sadəcə mamırlarda cinsi nəsil üstündür. Digərlərində isə qeyri-cinsi nəsil üstün olur. Sporofitə malikdirlər, yəni spor əmələ gətirirlərmi? Bəli, hamısında spor əmələ gəlir. Çılpaq toxumlu, örtülü toxumlarda da biz makrospor, mikrosporlar deyilir ki, bu da yenə spor hesab olunacaq. Oldu 3 və 5 D variantı.